Salam dostlar, Magiya baxırsınız. Növbəti buraxılışımızda hər birinizi xoş gördük. Dostlar, həmişə gənclərin iştirak edə biləcəyi mümkün fürsətlərdən, potensial layihələrdən, maarifləndirici təşəbbüslərdən danışırıq. Bu dəfə isə gənclərin öz müəllifi olduğu layihələrdən danışacağıq. Studiyamızın bugünkü qonaqları elm və təhsil jurnalistikası və kommunikasiyası üzrə Peşəkar İnkişaf Proqramının koordinatoru Aysel İbrahimova və proqramın PR meneceri Səmə xanım Əliyevadır. Xoş gəlmisiniz. Xoş gördük Kübra. Çox sağ olun. Bu proqram elm və təhsil jurnalistikası sahəsində hansı boşluqlar, hansı ehtiyaclar əsasında yaranıb? Təşəkkür eləyirik əvvəla dəvətə görə və belə bir vacib mövzuya diqqət ayırdığınıza görə. Həqiqətən çox xoşdur. İllər əvvəl aparıcı kimi əyləşdiyim studiyada yenidən qonaq olaraq qayıtmaq və mən də xatırlayırsansa, bu mövzuda verilişlər hazırlayırdıq, süjetlər çəkirdik. Məhz elm və təhsil jurnalistikasının ölkəmizdə inkişaf etməsi və gənclər arasında populyarlaşması üçün az da olsa işlər görməyə çalışırdıq və gəlin əvvəlcə biz başlayaq ki, elm və təhsil jurnalistikası və kommunikasiyasının əhəmiyyətindən danışmazdan əvvəl elm və təhsilin əhəmiyyəti, ali məqsədi nədir? Ondan sonra onu bağlayaq. Elm və təhsilin ali məqsədi belə deyək, insanların, fərdlərin gündəlik həyatlarında verdikləri qərarların daha sağlam olmasına, cəmiyyətin inkişafına töhfə verəcəyi addımları atmasına yönəltməkdir. Yəni bir növ elm və təhsil jurnalistikası onu hədəfləyir ki, insanlara quru datalar, quru məlumatlar yox, onların doğrudan da gündəlik həyatda istifadəsinə yararlı olacaq məlumatlar təqdim eləsin və bir növ cəmiyyətin inkişafı üçün elm və təhsildən media vasitəsilə istifadə eləsin. Biz onu təqdim etmə növlərindən danışdıq bir növ. Sən toxundun ki, fəaliyyətin dövründə mütəmadi olaraq bu məsələyə maraq göstərmisən və öz növbəndə onu təbliğ etməyə çalışmısan. Biz də bugün bilirik ki, gənclər sürətli həyat tərzinə adaptiv olublar. Sosial media dövrüdür və biz çox çevik həyat tərzinə öyrəşmişik. Bu baxımdan sizcə bu sektora necə daha, sualım sizədir Səma PR meneceri olaraq, necə daha yaxşı, daha sürətli təbliğ etmək olar, təqdim etmək olar? Təşəkkür edirəm sualınız üçün. Əslində Aysel ətraflı ilkin olaraq məlumatları təqdim etdi. Toxunmaq istədiyim əsas məqamlardan biri, bildiyiniz kimi 2022-ci ildən etibarən artıq Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi adlandıraraq özünə yeni bir belə deyək, ad da daxil edib, yeni bir sahə də daxil edib və bu elm ifadəsi özü böyük bir dəryadır, böyük bir dünyadır. Onu açmaq üçünsə bizə lazım olan, Ayselin də daimi yaxşı istifadə etdiyi bir ifadə var, tərcüməçilər. Arada onları ötürən vasitələr lazımdır. Bunlar da təbii ki, bizim media ünsürlərimizdir, media vasitələrimizdir. Bunu da birbaşa icra edici şəxslər də təbii ki, bunun belə birbaşa iştirakçıları olan jurnalistlərdir. Günümüzdə müəyyən qədər təhsildən yazan, onun ictimaiyyətə çatdırılması üçün müəyyən vasitələrdən istifadə edən şəxslər jurnalistlər də deyə bilərik və yaxud da freelans çalışan şəxslər də kifayət qədər çoxdur. Sadəcə bunun nə qədər səmərəli istifadəsi və bizə lazım olan dediyim zaman ictimaiyyətə lazım olan datanın düzgün ötürülməsini təmin etmək nə qədər müsbət tondadır, bu biraz sual doğurur. 4 il jurnalistika təhsili alıb bitirəndən sonra sən jurnalist olmursan, onun praktiki bacarıqlarını əgər bilmirsənsə, bunlardan məsələ ən geniş də elm və təhsil sahəsində istifadə olunandır. Müəyyən kodekslər var, müəyyən etik davranış qaydaları var ki, həssas qruplarla çalışırıq, biz burada uşaqlarla, azyaşlarla çalışırıq. Bunları da öyrənməyin ən belə deyək, yaxşı qaynar yeri məsələn media sahəsidir və bizim də bunun üçün birazdan yəqin Aysel də məlumat verər bunun haqda ki, bizim Elm və Təhsil Nazirliyinin media resurslarından olan Azərbaycan Müəllimi qəzeti və Təhsil TV vasitəsilə məhz həmin tələbələri, gəncləri, yeni məzunları, kimlər iştirak edəcək də məlumat verəcəyik, həmin şəxsləri ora praktiki bacarıqlar yiyələnməsi üçün birbaşa cəlb edəcəyik və onlar əyani şəkildə orada real кейsləri təhlil edəcəklər. Dostlar, elm və təhsil xüsusilə də elm çox çətin səslənir. Bunu necə daha asan təqdim eləyə bilərsiniz? Daha doğrusu edirsiniz. Elmi əslində araşdırmaq nə qədər çətin görünsə də, onun birbaşa vasitəçisinə, iştirakçısına çevrildiyiniz zaman onun mahiyyətini, dərinliyi daha da yaxından anlayırsınız. Eyni anda həm elmdən, həm təhsildən yazan jurnalist mi üstün olar, yoxsa sadəcə elmə köklənib onun dərinliyini araşdıran, hər addımında onu, məsələn, haransa bir layihə olur, bir araşdırma məsələsi olur, illər çəkə bilir, bu böyük bir zaman dilimi istəyir sizdən və bunun birbaşa şahidi olub onu yazmaqmı sizcə asandır olar, yoxsa kimlənsə duyub onun
sadəcə təhlilini, müsahibəsini alıbmı onu yazmaq asan olar? Əlbəttə ki, onu elmin içərisində olub, onunla birgə siz də çalışsanız, onunla birgə siz təhlilləri görsəniz isə asan olar. Əgər belə olduğu təqdirdə sizin üçün elm qorxulu bir sahəyə çevrilməyəcək. Nə var ki, siz onun iştirakçısınız. Əgər yox, siz sadəcə baxan, izləyən və yaxud da müsahibəni alan, yazan tərəfsinizsə, məncə o əlbəttə ki, qorxulu tərəf olacaq. Elm sözü ağır gəlir, illəri sərf etməlisiniz, təhsilini altdan alınması. Bunların özü qorxuducu gəlsə də, iştirakçısı olmaq işi ən sadələşdirən bir yoldur. Mənim bir əlavəm olacaq. Bizim əsas şüarlarımızdan biri odur ki, elm hər kəs üçündür. Elmi hər kəs üçün əlçatan etməyə çalışırıq. Yəni elm sadəcə alimlər üçün, tədqiqatçılar üçün deyil, onu oxuyanlar üçündür və elm niyə var? Dediyimiz kimi cəmiyyət fərdlərinin həyat keyfiyyətini artırmaq və gələcək nəsillər üçün daha dayanıqlı resurslar qoymaqdan ibarətdir ki, daha dayanıqlı planetimiz, daha dayanıqlı belə deyək də resurslarımız olsun və bunun üçün sadəcə alimlər yox, həm də bizim jurnalistlərimiz, kommunikatorlarımız çalışmalıdır. Bayaq Səma xanımın dediyi kimi elmlə cəmiyyət arasında ortada bir körpü yaratmaq, tərcüməçi rolunu oynamağa çalışmalıdırlar. Onlar sadəcə məlumatı verməməlidirlər. Həm də bu məlumatın, bu elmi tutaq ki, kəşfin ya da ki, bir tədqiqat nəticəsinin, eləcə də sadəcə elmdən danışmayaq, həm də təhsil sahəsində, tutaq ki, təhsil sahəsində qəbul olunan hər hansı bir qanunun, yürüdülən siyasətin mahiyyətini açıqlamalıdırlar. Z nəslinin ən sevdiyim xüsusiyyətlərindən biri də hər şeyi mümkün göstərməsi. Ümumiyyətlə biz mütəmadi olaraq eşidirik ki, fitri istedadsan, jurnalist olmalısan, o tənqidi təfəkkür, analiz bacarığı və s. bütün bunlar sənin artıq genində, qanında olmalıdır. Deməli, bu fikirlə, bu prinsiplə razı deyilsiniz. Xeyr, bunlar mən düşünürəm ki, qazanıla bilən bacarıqlardır. Tənqidi, belə deyək, düşüncə tərzi də inkişaf etdirilə bilər. Eləcə də bizim məqsədimiz olan elmi düşüncəni, elmi təfəkkürü inkişaf etdirmək, bunların hamısı, belə deyək, praktiki əsaslarla öyrənilə bilən. Bəli. Biraz proqrama müraciət barədə, müraciət prosesindən, şərtlərdən və ümumi proqramın neçə müddət davam edəcəyi barədə ilkin məlumatları verin zəhmət olsun. İcazənizlə məlumat vermək istərdim. Bizim əsas məqsədimiz burada ilkin məlumatları olan, jurnalistika ilə bağlı ilkin məlumatı olan şəxslər və yaxud da təhsil sahəsində təhsil alan tələbələrdir, bakalavr tələbələri. Eyni zamanda magistratura tələbələridir ki, 1-ci, 2-ci kurs hər ikisi müraciət edə bilər. Xüsusi qeyd etmək istəyirəm ki, bakalavr tələbələrindən ilkin 3-cü, 4-cü kursların müraciəti nəzərdə tutulub ki, baza bilikləri artıq yiyələnmiş, formalaşmış bir belə tələbə olsun, gənc olsun və eyni zamanda son 3 ildə məzun olmuş gənclərimiz də müraciət edə bilərlər. Yəni şərt deyil ki, siz tələbə olasınız. Son 3 ildə məzun olmusunuz. Məsələn, siz hansı bir sferdə çalışırsınız, amma elm və təhsilə marağınız var. Proqramın özü 6 ay ərzində müəyyən modullar çərçivəsində davam edəcək və hər həftə ərzində 2 modulun keçirilməsi nəzərdə tutulub ki, bu da daha çox günümüzün səsləşən mövzuları ilə üst-üstə düşəcək ki, buraya süni intellektdir, ekologiya mövzularıdır, təhsilə bunun inteqrasiyasıdır və s. kimi mövzulara xüsusilə toxunulacaq. Bizim meyarlarımız nədir desəniz, meyarlarımız ixtisaslarla bağlıdır sadəcə və tələbələrin, deyək, 3-cü, 4-cü kursda olması və magistr tələbələr olmalarıdır. Müəyyən bir qeydiyyat linkimiz var ki, bu da həmin jurnalistika təhsili alan, həmin adı çəkilən ixtisasların olduğu universitetlərə göndərilib və bununla bağlı da forumda iştirak etmələri tələbələrdən xahiş olunub. Aktiv olmaları özlərinə faydalıdır ki, birbaşa onlar üçün yol şərait yaradılır bura gəlib çatmaq üçün və müəyyən seçimlər prosesi keçəcək, müsahibələr olacaq bundan sonraki mərhələdə və onun əsasına da tələbələrin iştirak edib etməkləri ilə bağlı onlara məlumat göndəriləcək. Mənim kriteriyalarımıza bir balaca da əlavəm var. Biz əsas etibarilə bu yolda bizimlə addımlayacaq gəncləri axtarırıq. Elm və təhsil jurnalistikası və kommunikasiyasını özü üçün karyera istiqaməti seçən və bu yolda inkişaf eləmək üçün, təkmilləşmək üçün, peşəkarlaşmaq üçün imkan axtaran dostlarımızdır. Çünki bizim əsas hədəfimiz, məqsədimiz ölkəmizdə elm və təhsil jurnalistikası və kommunikasiyası üzrə kadr potensialı formalaşdırmaqdır. Yəni sadəcə təlim keçmək və bilik ötürmək, bilik mübadiləsini həyata keçirmək istəmirik. Biz bunu məqsədli formada ölkəmizdə bu sahə üzrə kadr potensialının inkişaf etdirilməsi üçün belə deyək,
reallaşdırırıq. Məhz buna görə də müəyyən əməkdaşlıq etdiyiniz qurumlar var. Bəli, bəli. Təhsil TV kimi. Təhsil TV və Azərbaycan müəllimi kimi, hansı ki, artıq elm və təhsil sahəsində köklü ənənələri olan qurumlardır. Bəli. Və biz düşünürük ki, doğrudan da həmin qurumlarda fəaliyyət göstərən peşəkarların dəstəyi ilə də həmçinin bizim gənclərimiz bu sferada özlərini lazımi qədər inkişaf etdirə biləcəklər. Bəlkə də sonra orada çalışmağa başlayarlar. Bəli, bəli, bəli. Bu onlar üçün də bir fürsət ola bilər ki, siz həm belə deyək, praktiki bacarıqları yenilikdən sonra özünüz üçün bir karyera mərkəzi yarada bilərsiniz, bir potensial iş yeri yarada bilərsiniz. Bu da sizin öz əlinizdədir. Gənclərin simasında deyirəm. Və həmçinin qeyd eləyək ki, Təhsil TV və Azərbaycan müəllimi media qurumlarında təcrübə imkanından əlavə bizim təhsil səfərlərimiz baş tutacaq. Çünki bu belə deyək, proqram sadəcə jurnalistlər yetişdirmək üçün yox, həm də ictimai əlaqələr sahəsində elm və təhsil istiqaməti üzrə ictimai əlaqələr sahəsində peşəkarlar yetişdirməyi də hədəfləyir. Ona görə bizim elm və təhsil sahəsi üzrə ixtisaslaşmış qurumlara, təşkilatlara belə deyək, səfərlərimiz olacaq. Bu sahənin peşəkarları ilə də biz gənclərimizi görüşdürəcəyik. Proqrama qoşulan gənclər inanılmaz maraqlı gənclərlə işləyəcəklər. Təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Biz Çox sağ təşəkkür olun. edirik. Siz sağ olun. Çox sağ olun. Təşəkkürlər. Qonağımız innovasiya, mühəndislik və inklüzivlik sahələrində layihələr müəllifi Samirə Cəfərlidir. Xoş gəlmisiniz. Çox sağ olun. Samirə, 15 yaşınız var, doğrudan. Bəli. Bir çox sahələrə, sektorlara maraq göstərirsiniz. Ümumiyyətlə marağınız necə yarandı? İlkin özünüz haqqında məlumatları verə bilərsiniz bizə? Mən Cəfərli Samirə, Bakı Dövlət Universitetinin nəzdində Gənc Teatr Liseyinin 13 sinifində təhsil alıram. Özümün inklüzivlik, mühəndislik və innovativ kimi sahələrdə layihələrə marağım var və bir çox layihələrin müəllifiyəm. Onlardan biri Takta Color-dır. Elə burada yerləşən bu görmə məhdudiyyətli uşaqlar üçün nağıl rəngləmə kitabıdır. Daha sonra Ağıllı Taktil Yol görmə məhdudiyyətli insanlar üçün sarı plitələrin daha belə deyim, irəlilənmiş bir versiyasıdır. Yəni bir neçə funksiyanı orada birləşdirmişik. O haqqda da məlumat verəcəm yəqin ki, biraz sonra. Əlavə olaraq yol baryerləri sistemi, ağıllı yol baryer sistemi kimi layihələrin üzərində də işləmişəm. Görmə məhdudiyyətli insanlar üçün. Xeyr, onlar artıq hər kəs üçündür. O elə bir ki, tullantı təkərlərdən hazırlanan yol baryer sistemidir. Hansı ki, həm maşın toqquşan zaman onu geri yola atır, həm də ki, təhlükəsiz bir istiqamətə yönləndirir. Bu yəni avariya və qəzaların sayını azaltmaq üçün və ölümlərin sayını azaltmaq üçün yaradılan bir layihə idi. Mən də bunu komanda yoldaşımla birgə işləmişdim. Bunu həm Sabahın Alimlər müsabiqəsində təqdim etmişdik, həm Amerikan Genius Olimpiyadasında təqdim eləmişdik. Sabahın Alimlərində bizim layihə 2-ci yer qazandı. Genius Olimpiyadasında isə biz 1-ci yer tuta bildik. Çoxlu məlumat verdiniz mənə və bir-bir onların hər biri barədə danışmaq istəyirik. Gəlin əvvəlcə görmə məhdudiyyətli uşaqlar üçün yaratdığınız layihədən danışaq. Bu boyama dəftəridir. Bu nağıl Qələmlər də var. Bəli. Aha. Biraz o barədə məlumat verin. Bu nağıl rəngləmə dəstidir. İlk versiyası Qoğal kitabının üzərində hazırlanıb. Və ilk mən 4 kitab çap eləmişdim. Onları da öz şəxsi əşyalarımı sataraq maliyyələşdirmişəm bunların çapını. Birinci nağıl həm iri şriftlə gəlir, həm də braille-lə. Daha sonra yazılan mətnin təsviri gəlir, yəni şəkil, rəngli versiyası. Məsələn, burada nənə, baba və qoğal. Bu şəklin qıraqları qabarıqdır və uşaqlar bu şəklə, yəni əl dəyəndə onlar hiss eləyirlər ki, və başa düşürlər, məsələn, bu şəkildə bu insandır, bu babadır, bu nənədir və s. Daha sonra isə şəklin, indi dünən uşaqlar rəngləməyə çalışırdılar bunu. Bu rəngsiz versiyasıdır. Digər bir şəklin üzərindən də göstərə bilərəm. Rəngləri necə ayırd edirlər? Qələmlərlə. İndi onu da mən izah eləyəcəm. Daha sonra bu şəklin üstündə burada yazı yazılır, həm iri şriftlə, həm də braille-lə ki, uşaqlar şəklə toxununca bu mətni oxuyaraq başa düşsünlər ki, məsələn, təxminən burada nə təsvir olunub. Rənglər necə olur? Uşaqlar bu rəngləməni bu qələmlərlə edirlər. Bu qələmlərin üzərində xəttlər cızılıb. Məsələn, sarının üzərində 1-dir, narıncının üzərində 3 xətt cızılıb. Bu sayılara görə uşaqlar rəngi müəyyən edib rəngləməni tamamlaya bilərlər. Bu neçə xətt, nə rəngdir? Bütün bu təlimatlar kitabın əvvəlində verilib. Həm iri şriftlə, həm də ki, braille-lə hamısı verilib.
Əlavə olaraq rəngləri izah eləyəndə burada bəzi əşyaların da adları yazılıb ki, uşaq rəngi oxuyanda beynində bir assosiasiya olsun ki, məsələn bu rəng bu əşyadır da. Tutaq ki, sarı banan, limon, günə baxan. Çünki bir çox hallar olur ki, görmə məhdudiyyətli uşaqların rəngdən o qədər də xəbəri yoxdur Təsəvvürü yoxdur. bəli, təsəvvürləri yoxdur və assosiasiya qurmaqda çətinlik çəkirlər. Ona görə də ki, bu həm onların assosiasiya qurması üçün, həm də təsəvvürlərini artırmaq üçün bir yaranan layihə idi. Əlavə olaraq bura audio versiyasını da əlavə eləmək istəyərdim. Burada QR kodla həm nağılın audio versiyası, həm surda tiflo tərcüməsi ilə əlavə olmalı düşünürəm. Boyama kitabının icrası prosesində, layihənin həyata keçirilməsi prosesində şəxsi əşyalarımı satdım dediniz. Ümumiyyətlə heç ağlınıza gəlir belə layihələri, çünki kifayət qədər çox ehtiyac var inklüziv layihələrin çoxluğuna. Onları hər hansı bir qurumlara təqdim etmək ideyanız var ümumiyyətlə? Bəli, bununla qrant müsabiqələri və qurumlar var ki, hansılar maliyyələşdirməyə istəyirdilər və o belə deyim, fürsətlərdən də istifadə etməyi düşünürəm gələcəkdə. Sadəcə olaraq mən bu kitabı çox tezliklə artıq əldə etmək istəyirdim. Ona görə də elə Qrant müsabiqəsi biraz uzun prosesdir. yəni gözləmək istəmədim. Ona görə də birbaşa özüm maliyyələşdirdim. Çünki düşünün ki, həm buna ehtiyac var, həm də sizin çox gözəl ideyalarınız var. Bunları düzdür çox sürətli həyata keçirə bilməyəcəksiniz, amma maliyyə dəstəyi sizə göstərilə bilər. Bəli, bu həm də əlavə olaraq bir pilot versiya idi. Aha. Pilot versiyada, yəni öncə qeyd etdiyim kimi 10 kitab çap eləmişdim və bu layihənin təqdimatı da keçirilmişdi. Bu təqdimatın keçirilməsində biz uşaqlar çağırmışdıq, görmə məhdudiyyətli uşaqlar. Biz onlara tam izah eləmişdik. Bu nağıl yəni həm iri şriftdəndir, həm brailləndir, daha sonra şəkillərdir, rəngləmədir. Burada məsələn belə vərəqləri paylamışdıq uşaqlara bir nümunə kimi. Bunların üzərində uşaqlar rəngləyirdilər. Daha sonra təqdimatın axırında biz hər uşağa bu kitabı payladıq, kitabları və hədiyyələr də kiçik verdik. Siz həm də WUF 13-də iştirak eləmisiniz, təqdim etmisiniz bu dəftəri. Orada reaksiyalar necə oldu? Orada da reaksiyalar çox yaxşı oldu. Həm xaricilər, həm yerlilər gəlmişdilər və layihəyə çox böyük maraq göstərmişdilər. Bir çox xarici qeyri-hökumət təşkilatların və yerli qeyri-hökumət təşkilatların bu layihəyə marağı yaranmışdı. Və yəni bir çox əlaqələr qura bildim. Əlavə olaraq biz WUF-da digər bir layihəni də təqdim eləmişdik. Ağlı taktil yol. Yol sistemi. Bəli, o yol sistemi də görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulub və sarı pitələr yəqin görmüsüz yollarda, səkilər. Biz onları daha təkmilləşdirmək istəyirik. Məsələn, ilk öncə onun 5 funksiyası var. Bir funksiyası odur ki, addımdan enerji toplayır. İkincisi onun işıqlandırmasıdır. Onların qırağında yəni belə xətlər olur, onlar da işıqlanır. O işıqlandırma günəş enerjisindən toplanan enerji, o addım enerjisi və əlavə olaraq fotoluminescent boya ilə də rənglənir. Onların hamısının sayəsində o yol işıqlandırılır. Bu həm zəif görmə insanlar üçün kömək eləyir, həm də ki, şəhərin işıqlandırmasına bir dəstək göstərir. Çünki bəzi küçələr ola bilər ki, işıqlandırması zəif olsun. Lakin bu həm insanlara naviqasiya üçün kömək edə bilər, həm də ki, təhlükəsizlik hissi yarada bilər. Axşam saatlarında ki, insan yola çıxanda yol işıqlı olur. Həm də məncə vizual baxımdan da gözəl görünəcək. WUF 13-dən sonra xüsusilə aktuallıq qazanan bir sual sizə ünvanlamaq istəyirəm. 10 ildən sonra Ağıllı şəhəri necə görürsünüz və sizcə bu layihələriniz orada necə bir dəyişiklik yaradacaq? Mənim fikrimcə ağıllı şəhər ancaq binalar, texnologiya yox, əlavə olaraq inklüzivlikdir, müəssərlikdir. Çünki əgər hər bir insanın eyni fürsətlərə bir çıxışı yoxdursa, bu artıq hüquq pozuntusudur və qeyri-müəssərlikdir. Məsələn, bir görmə məhdudiyyətli insan və ya digər bir fiziki məhdudiyyətli insan evdən çıxmağa qorxursa və çəkinirsə, məsələn, pandus yoxdur, mən metroya necə düşəcəm və ya avtobusa necə qalxacam? Yəni o tip problemləri əgər insan düşünürsə, bu artıq o deməkdir ki, müəssərlik yoxdur
və mənim fikrimcə gələcəkdə ağıllı şəhər o deməkdir ki, innovasiyalardan süni intellekt, bütün onların hamısına əlavə olaraq müəssərlik və inklüzivlikdir. Kifayət qədər uğurlu bir plan olar əgər orada sizin də layihələriniz yer alsa. 10 ildir musiqi ilə məşğulsunuz professional olaraq. Fortepiano da ifa eləyirsiniz, düzdür? Ümumiyyətlə həm musiqi, həm bir çox belə mühəndislik sahəsinə də marağınız var. Necə olur ümumiyyətlə Dövlət Simfonik Orkestri ilə çıxışdan dərhal sonra gəlib kod yazırsınız? Bu tarazlığı necə yaradırsınız? Düzünü desəm, musiqi ilə mən professional olaraq 6 yaşımdan məşğuluram, amma ümumilikdə belə deyək, 13 il ərzində mən bu ifa ilə məşğulam və dərslərdən yorulanda mən artıq musiqiyə keçirəm. Çünki mən düşünürəm ki, o həm istirahət üçün mənə köməklik edir və əlavə olaraq yəni bir neçə il qabaq mən düşünürdüm ki, musiqini heç xoşlamıram. Çünki professional olaraq bir neçə saat ərzində dalbadal biz nəyisə məşq eləyəndə mən düzünü desəm oyanır, bezirik artıq. Mən bezirdim artıq. Amma bütün bu dərslərin, layihələrin sayına görə mən çox təəssüf ki, yəni musiqinin biraz geri plana çəkməli oldum. Lakin eləyəndən sonra onu mən həqiqətən başa düşdüm ki, musiqinin mənim həyatımda önəmi nə qədər böyükdür və vardır. Və hal-hazırda yəni mən dərslərdən yorulanda və ya yəni artıq işlər bütün qarışanda mən pianinonun arxasına otururam və bəyəndiyim musiqiləri və əsərləri ifa edirəm. İnklüzivliyi musiqiyə necə gətirmək olar? Bəlkə onları birləşdirəsiniz? Əslində o da olar, qəşəng fikirdir. İstəyərdim ki, məsələn, əslində onlar artıq var. Məsələn, görmə məhdudiyyətli uşaqlar və ya ancaq görmə məhdudiyyətli yox, fiziki məhdudiyyətli uşaqlar musiqi alətlərində ifa edirlər, mahnı oxuyurlar və qeyd edeyim ki, bu qabiliyyətlər onlarda olduqca yüksəkdir və biz hətta birlikdə, yəni mənim özümün fiziki məhdudiyyətli, görmə məhdudiyyətli dostlarım olduqca çoxdur və onlarla birlikdə məsələn biz pianoda ifa edirik, ansambllar çalırıq və deyim ki, yəni bu sahədə də bir qədər mənim təcrübəm var və deyərdim ki, yəni gələcəkdə də bu sahədə daha çox işlər görülsə, layihələr görülsə, çox qəşəng olar. Fiziki məhdudiyyətli, xüsusi qayğıya ehtiyacı olan, bir sözlə həssas qrupdan olan dostlarınız dediniz ki, çoxdur. Bəlkə də sizi bu sahəyə gətirən elə onlar da ola bilər? Ola bilər və çox doğrudur və əlavə olaraq mənim anam da görmə məhdudiyyətli şəxsdir və mən yəni ən kiçik yaşlarımdan anam rastlaşdığı problemləri görürdüm. Məsələn, yolda gedərkən sarı plitə olmadıqda anam yıxıla bilərdi və ya pilləkənlərin üzərində sarı xəttlər olmayanda pilləkənin belə deyim də sərhədini görmədən də yıxıla bilərdi. Bu da mənə çox pis təsir eləyirdi. Ona görə də bir çox bu inklüziv ağıllı yol sistemidir. O məsələn məni o problemlər belə deyim də ruhlandırdı mı deyim. Bu rəngləmə kitabını da elə həm dostlarımla birlikdə, yəni ünsiyyətdə olarkən mənim altıma gəldi. Çünki mən uşaqlıqda rəngləməni eləməyi çox sevirdim. Və bir gün onların da yanında eləmək istəyirdim. Yəni aparmaq istəyirdim özümdən. Sonra düşündüm ki, bəs onlar bunu necə eləyəcək? Çünki onlar daha çox toxunuşa əsasən başa düşürlər və hərəkət edirlər. Amma adi rəngləmələrin sərhədləri qabarıq deyil, yəni taktil deyil deyə onlar onu edə bilməyəcəklər. Ona görə də yəni elə o problemdən bu layihənin ideyası yarandı, gəldi. Həm çox səmimi bir təşəbbüsdür. Nəzərə alsaq ki, ailənizdə belə bir qrupdan insan var. O sizi ruhlandırıb, həm dostlarınızdan, kifayət qədər yüksək empatiyası olan bir insansınız. Samirə, onu deyə bilərəm. Layihələrinizdə süni intellekt, alternativ enerji, assistiv texnologiyalar və inklüziv şəhər mühiti kimi istiqamətləri birləşdirirsiniz. Uğurlar arzu edirik sizə. Təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Yazın, yaradın, icra edin layihələrinizi. Biz də həmişə işıqlandıraq. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə. Belə dostlar, bir buraxılışımızın da sonuna gəlib çatdıq. Bəs sizin hansı layihələriniz var və yaxud da hansı ideyalarınız var ki, onu layihəyə çevirmək istəyirsiniz? Elə bu barədə bizə sosial şəbəkələrdən yazmağı unutmayın. Sağ olun.